Türkiyənin Malatya vilayətində baş vermiş zəlzələ yenidən bəzi məsələləri gündəmə gətirib. Belə təkanların Azərbaycanda da baş verə biləcəyinə dair suallar yaranıb. ASTV xəbərin əməkdaşları suallara cavab tapmaq üçün mütəxəssis rəyini öyrənib. Türkiyənin Malatya vilayətində 5,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində bir qəzalı bina dağılıb, 2 ağır zədəli bina əyilib. 22 nəfər isə yüngül xəsarətlər alıb. Seysmik hadisənin 6 ay əvvəl Qaziantep və Qəhrəmanmaraş vilayətlərinə yaxın ərazidə baş verməsi əhalidə vahimə yaradıb. Bu isə zəlzələnin baş verdiyi Şərqi Anadolu fay zonasının yenidən fəallaşdığına və bunun törədə biləcəyi fəsadlara diqqət çəkir. Bu deprem son 6 aydır devam eden bölgedeki artçı depremlerden bir tanesi. Yani evet büyüklüğü 5,3 ama unutmayın ki 7,8 ve 7,5 büyüklüğünde 2 tane oldukça büyük depremden sonra bu büyüklükteki sarsıntılar, artçı depremler gayet normal, sürpriz değil. Bu artçı depremler biraz daha sürecek. Qardaş ölkədə baş vermiş zəlzələ Azərbaycanda da əhalidə sual yaradıb. Mütəxəssislər bildirir ki, təkanların Azərbaycanda təkrarlanması ehtimalı olduqca zəifdir. Qardaş ölkədə mütəmadi baş verən yeraltı təkanlardan sonra ölkəmizdə müəyyən tektonik hərəkətlənmələr meydana gəlsə də, bunun Türkiyədəki seysmik hadisələrlə birbaşa bağlantısı yoxdur. Azərbaycanın özünün ayrıca seysmogen zonaları var. Ayrıca tektonik qırılmalarla, ayrıca bloklarla yer daxili gedən dinamik proseslər nəticəsində baş verən zəlzələlər. İranla biz həmsərhədik, Ermənistanla həmsərhədik, Gürcüstanla həmsərhədik, Türkmənistan və ilə. Orada güclü zəlzələ olanda bizim ərazidə də hiss oluna bilər. Yəni onun o təsiri o cür ola bilməz ki, Azərbaycandakı seysmik ocaqları oyatsın və Azərbaycanda güclü təhlükə törədə bilən zəlzələ deməli ehtimalı olsun. Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində baş verən zəif təkanlar isə yer daxilində gedən kiçik tektonik qırılmalarla bağlıdır. Bu isə 3 bala qədər hiss olunan xırda zəlzələ ilə nəticələnir. Hər gün isə bu maqnitudada onlarla zəlzələ baş verir ki, əksəriyyəti ümumiyyətlə hiss olunmur. Rüstəm Mikayılzadə, Sehrac Azadoğlu, ASTV xəbər.